Baxaq 24-cü suala. 24-cü sualda bir baxaq. Birinciyə baxaq. Deyir ki, a üstə 6 üstəgəl 3a kubu üstəgəl 2. Birinci bunu sadələşdirək. Burada a üstə 6 a kubudur deyə biz bunu yenə vuruqlarına ayırmaq üçün a kubuna vursaq a üstə 6 eləyir. 2-ni də 1-i 2-yə vursaq. Çarpaz vurub toplasaq 2a kubu üstəgəl a kubu və 3a kubunu verir. Yəni bu əmsalı verdi. Deməli, düz ayırılmışıq vuruqlarına. Onda bunun vuruqları olacaq a kubu plus 1, bir də a kubu plus 2. O da bərabərdir. A kubu plus 1-i də vuruqlarına ayırsaq, a plus 1, a-nın kvadratı çıx, a üstəgəl 1, vurulsun a kubu plus 2. Baxıram, tam şəkildə vuruqlarına ayırdıq. İndi baxaq variantlara. A kvadrat üstəgəl a üstəgəl 1-ə bölünür, yoxdur. Bizim aldığımız vuruqlardan yalnız a plus 1 var. Deməli, bu ifadə a plus 1-ə bölünür. Baxın, böləndə də ixtisar gedir. 1-ə uyğun gələcək C bəndi. C bəndi. Başqa baxaq görək. Başqa heç bir uyğun gəlmir. Elə C bəndi uyğun gəlir. B də fərqlidir. B də a plus a minus 1-dir. Y'də də a kvadrat çıxa çıx 1-dir. Deməli, 1-ə C uyğun gəldi. İndi baxaq ikinciyə. A-nın üstə 4 çıxılsın a kvadratı çıx 2a çıx 1. Elə bu hissəni görürük. Burada mənfinin mürtəzə xaricinə çıxarsaq a üstə 4 olur a səliqəli yazım. A üstə 4 çıxılsın a-nın kvadratı üstəgəl 2a üstəgəl 1. Bu da bərabərdir. A-nın üstündə 4, a-nın üstündə 4. Çıxılsın. Bu hissə bizə verir a plus 1-in bağlanmış kvadratı. O da bərabərdir. Bunu yenə vuruqlarına ayırsaq a kvadratı çıx a plus 1. Bir də a kvadratı plus a plus 1. Bu da bizə verir a kvadratı çıx a çıx 1. A kvadratı plus a plus 1. Baxıram, deməli, buna Y bəndi uyğun gəlir. Çünki A kvadrat çıx A çıx 1-ə tam bölünür. Y, bir də həm də A bəndi uyğun gəlir. A kvadrat plus A plus 1-ə də bölünür. Buna da uyğun gəldi A ilə Y. İndi baxaq üçüncüyə. Deməli, üçüncüdə də A-nın üstə 4 çıxılsın A kvadratı plus 2A çıx 1. O da bərabərdir. Yenə bu hissədən ayırsaq, mənfini çıxarsam a kvadratı çıx 2a plus 1. O da bərabərdir. A üstə 4 çıxılsın. A minus 1-in bağlanmış kvadratını verir. Bunu da vuruqlarına yenə ayırsaq a-nın kvadratı çıx a minus 1. Bir də a-nın kvadratı üstəgəl a minus 1. Bu da bizə verir a kvadratı çıx a plus 1 və a kvadratı üstəgəl a çıx 1. Bunu da baxsaq hansına uyğun gəlir? Deməli, B bəndə uyğun gəlir. Və s. B bəndə uyğun gəlir. Deməli, 3-ə də B bəndə uyğun gəldi. Baxıram 26-cı suala. 26-cı sualda köklər həqiqi ədədlər olan çox ədədlər üçün uyğunluğu müəyyən edir. Burada kök dediyinə görə, həqiqi ədədlər olan dediyinə görə biz bunların hər birinə kvadrat tənli kimi baxsaq, demək, kvadrat üstəlik kimi baxsaq, kvadrat üstəliyin də vuruqlara ayrıla bilən olması üçün ona demişdik diskriminantı 0-a bərabər və ondan böyük olmalıdır. Çünki diskriminant 0-dan kiçik olanda onun həqiqi kökü olmur. Bizə də şərtdə deyir ki, bunun həqiqi kökü var. Yəni, diskriminantı ya 0-a bərabərdir, ya da 0-dan böyükdür. Ona görə biz burada diskriminantı 0-dan böyük bərabər götürüb həll eləyəcəyik. İndi birinci üçün x-in kvadratı üstəgəl mx üstəgəl 4. Burada diskriminantını tapsaq, m-in kvadratı çıx 4 vur, 1 vur 4. Yəni, m kvadratı çıx 16 olur. Bunu da diskriminantını 0-dan böyük bərabər götürsəm, yəni m kvadratı çıx 16-nın böyük bərabər 0 götürsəm, vuruqlarına ayıranda m çıx 4, m plus 4. Böyük bərabərli 0-dan. Ədəd oxunda mənfi 4 ilə 4 nöqtəsini qeyd edirik və içi dolu götürürük, çünki 0-dan böyük bərabərdir. Aralıqlara böldük. M işarələrinə baxıram, müsbət deyə müsbətdən mənfiyə doğru gedəcək. Müsbət, mənfi, müsbət, yəni işarələr bir-bir dəyişir. Burada da bizə 0-dan böyük yerdə necə olacaq? Mənfi sonsuzdan mənfi 4-dən, birləşmə 4-dən müsbət sonsuzluq aralığı. Bir uyğun gəldi Y bəndi. İndi ikinci üçün yazıram.
İkinci üçün yenə vuruqlarına ayrıla bilən olması üçün diskriminant sıfırdan böyük olmalıdır və x kvadrat üzə gəlir 4x plus m üçün baxıram. Burada da diskriminantı tapsaq 16 çıxılsın 4 vur 1 vur m. Böyük bərabər olmalıdır sıfırdan. 16 çıxılsın 4m böyük bərabərdir sıfırdan. Mənfi 4m böyük bərabərdir mənfi 16-dan. Mənfiyə də böləndə m kiçik bərabər 4-dən. Deməli bu da olacaq mənfi sonsuzluqdan 4 aralığına. Bu da olacaq B bəndi. B bəndi. Deməli, biz birinci üçün bunları yazaq bir kənardan qalsın. Çünki əlavə variantları da seçə bilərik. Mx üzə gəl 4. Deməli, bu mənfi sonsuzluqdan mənfi 4-ə birləşmə 4 müsbət sonsuzluğa vuruqlarına ayrılandı. Sonra ikinci üçün yazıram. O birincidir. İkinci üçün də x kvadrat üstə gəl 4x plus m aldıq ki, mənfi sonsuzluqdan mənfi 4-də vuruqlarına ayrılır. Yine baxa üçüncü üçün. Üçüncünü də yazaq. X kvadratı çıx 4x çıx m kvadratı. Bunu da diskriminantını tapsam 16 çıx 4 vur 1 vur mənfi m kvadratı. Böyük bərabər olmalıdır sıfırdan. Buradan da 16 üstə gəl 4m kvadratı böyük bərabərdir sıfırdan. 4m kvadratı böyük bərabərdir mənfi 16-dan. M kvadratı böyük bərabərdir mənfi 4-dən. Yəni bu həmişə mənfidən böyükdür. Deməli bu vuruqlarına ayrılmır. Daha doğrusu burada deməli m kvadratı böyük bərabər olduğundan mənfi 4-dən. M də həmişə mənfidən böyük olduğuna görə bu həmişə vuruqlarına ayrılacaq. Çünki biz demişik vuruqlara ayrıla bilən olması üçün diskriminant sıfırdan böyük olmalıdır. Biz də aldıq ki, burada heç bu hissəni həll eləməyək. Burada 16 plus 4m kvadratı böyük bərabərdir sıfırdan. Bu kvadratdır, müsbətdir. Bu da onsuz da müsbətdir. Bu deməli həmişə sıfırdan böyük bərabərdir. Ona görə burada m-in istənilən qiymətinə vuruqlara ayrılan olacaq. 1-ə 3-ə A bəndi. Sonra 1-ə uyğun gəlmişdi Y bəndi. 2'ye uygun gəlmişdi B bəndi. B bəndi. Biz bunları seçdik. İndi burada var vuruqlara ayrılmır. Birinciyə baxsaq, mənfi 4, mənfi 4'ü alırdı və bir də 4'ü alırdı. Müsbət, mənfi, müsbət. Biz demişik ki, müsbət olan hissədə vuruqlarına ayrılandı. Yəni, bu birinci üçün aiddir. Bu hissədə vuruqlara ayrılandısa, onda bu mənfi 4 hissəsində də nə olacaq? Vuruqlara ayrılmır. Onda 1'ə həm də C uyğun gələcək. C-yə.